Salam əziz tələbələr, bugün sizlərlə tərəzilər mövzusunun ikinci səviyyəsini çəkəcəyik. Deməli, ilk sualda biz hər iki tərəfdən eyni olan hərfləri sildik. Buradan S ilə, buradan S gedir və baxıram ki, 2K bərabərdir 4 dənə S-ə. O zaman 1K bərabərdir bunun yarısına, yəni 2S-ə. Hər K-ya 2S düşür. Buradan da eyni hərfləri hər tərəfdən silirik. Eyni ağırlıqları götürürük. L ilə L ixtisar gedir. K ilə K ixtisar gedir. Və yenə K ilə K ixtisar gedir. Və baxıram ki, 1L bərabərdir 2S-ə. 1L də 2S-ə bərabərdir. 1K da 2S-ə bərabərdir. Yəni K elə nədir? Bərabərdir. K ilə L bərabərdirsə, o zaman 3L nəyə bərabər olacaq? Elə 3 dənə K-ya bərabər olacaq. Cavabım olur D variantı. Təbii ki, 6S-ə də bərabər olardı, amma 6S cavabı ümumiyyətlə yoxdur onsuz. İkinci sualı yenə ixtisarlarımızı aparırıq. Buradan 1C ilə 1C ixtisar gedir. Buradan isə heç bir şey ixtisar getmir. Təbii ki, burada 2B, 2A, 2S-yə bərabərsə, deməli 1B nəyə bərabərdir? Elə A, S-yə bərabərdir. AC-ni istəyir, B ilə də ifadə edə bilərəm, amma görürəm ki, B yoxdur. O zaman mən burada bunu silirəm və yerinə nə yazıram? A, S yazıram. B-nin yerinə AC yazdım və yenə ortaqları silirəm. A ilə A ixtisar gedir, qalır 4C. 4C qaldısa, 2A da buradadır. 2A 4C-yə bərabər. Deməli, 1A nəyə bərabərdir? Bunun yarısına, yəni 2C-yə. Burada A-nın yerinə mən 2C də yaza bilərəm. Gətirib yazıram və cavabım nə olur? 3 dənə C. C variantı. Növbəti sualım 3-cü sual. 3-cü sualda biz çarpaz toplamadan da istifadə edə bilərik. Deməli, B gəlir bura, SA da gəlir bura. A ilə A ixtisar gedir və 3 dənə B nəyə bərabər olur? 3 dənə B 4 dənə C-yə bərabər olur. Amma 3B 4C-yə bərabərdir, ümumiyyətlə burada heç bir mənası olmur. Ona görə də çarpaz toplamanın bir mənası yoxdur. Biz bu zaman gəlib B-ni əvəzləməyi yoxlayırıq. B-ni silirəm burada, yerinə yazıram SA. Burada yenə silirəm, yerinə yazıram SA. Və avtomatik olaraq burada 2S ilə 2S ixtisar gedir. 1S bərabər olur nəyə? 1, 2, 3 dənə A-ya. 1, 2, 3 dənə A-ya. 1S 3 saat. Və burada cavablar A ilə ifadə olunur. Məndən B-ni soruşur. B SA-ya bərabər idi. İndi burada bir dənə A-ya gətirmək üçün S-ni yoxa çıxartmalıyam. S-nin də yerinə mən necə A ilə ifadə edə bilərəm? Təbii ki, 3A-nı yazaraq. 3A-nı yazıram. Burada olur nə? 4 dənə A. Yəni bir dənə B 4 dənə A-ya bərabərdir. Cavabım olur D variantı. Növbəti sualım 4-cü sual. 4-cü sualda yenə burada K ilə K ixtisar gedir. 1M bərabərdir KK ilə. Yenə K ilə burada K ixtisar gedir. Və mən gətirib burada M-lərin yerinə K, K, L yazacağam. 1M-in yerinə yazıram K, K, L. Bu M-in də yerinə yazıram K, K, L. Yəni ortaqlar ixtisar gedir. 1K ilə 1K ixtisar gedir. 2L ilə də 2L ixtisar gedir. Və burada qalır 3K bərabərdir 1L-ə. 1L nəyə bərabərdir? 3 dənə K-ya. Növbəti sualın 5-ci sual. Deməli, bu sualda necə edirik? Biz ilk növbədə hər bir fiquru müəyyən bir rəqəmlə əvəzləyirik. A, B, C. B, 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 zəncə B demişik. B, 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 B. Və qələmədə C demişik. C, C. İndi 2 dənə C 4 dənə B-yə bərabərdirsə, 1 C bərabərdir neçə dənə B-yə? 2 dənə B-yə. Mən C-ləri əvəzləyirəm. Bax, burada da qələm var. Bunun yerinə yazıram 2 dənə B. Burada da qələm var. Bunun da yerinə yazıram 2 dənə B. Qarşıdan 3B ilə buradan 3B-ni ixtisar aparıram. Və qalır A bərabərdir B-yə. A, B-yə bərabərdir.
Burada bir dənə A var idi. Və digər B-ləri də mən A ilə əvəzləsəm, bir A var, 2 dənə B-ni də A ilə əvəzləyirəm. A, A. Olur 3 dənə A. A da nə idi? Telefon. Deməli cavabım olur 3 dənə telefon. Sual 6. 6-cı sualda ixtisarları aparıram. KKL ilə qarşıdan KKL ixtisar gedir. 1M bərabərdir K ilə. İndi M-lərin yerinə gətirib mən KL yazıram. Bunu da yerinə KL yazdım. Bunu da yerinə KL yazdım. Və yenə qarşı-qarşıya ixtisar aparıram. 2 dənə L ilə 2 dənə L ixtisar gedir. Və 1, 2, 3, 4, 5 dənə K bərabər olur nəyə? Bir dənə L-ə. 5 dənə K bir dənə L-ə bərabərdir. Növbəti sualım 7-ci sual. 7-ci sualda tərəf-tərəfə toplayıram. 3 dənə B, bir dənə C bura gəlir. 2 dənə A isə bura gəlir. Və ixtisarlarımı aparıram. Buradan deməli 2 dənə A ilə 2 dənə A ixtisar gedir. Bir dənə C ilə bir dənə C ixtisar gedir. 2C bərabərdir 4 dənə B-yə. O zaman 1C nəyə bərabərdir? Təbii ki, bunun yarısına 2 dənə B. Cavabım olur B variantı. Növbəti sualım 8-ci sual. 8-ci sualda da mən bilirəm ki, 2 dənə M, 2, 4, 6 dənə elə bərabərdir. O zaman bir dənə M bərabərdir 1, 2, 3 elə. Çünki bunun yarısını. Və gətirib burada M-in yerinə mən yazıram L. M-in yerinə yazıram 3 dənə L. 1, 2, 3 dənə L. Və burada 1 L-lə 1 L ixtisar gedir. 2 dənə K bərabər olur 3, 5 dənə L. 2K bərabərdir 5-ə. Cavab olur Y variantı. Növbəti sual 9-cu sual. 9-cu sualda mən gətirib L-in yerinə 3M yaza bilərəm. L-i 3M ilə əvəzləyə bilərəm. Gətirib L-i sildirəm, yerinə yazıram 1, 2, 3 dənə M. Və qarşıdan ixtisarları aparıram. 2K ilə 2K ixtisar gedir və 1M ilə 1M ixtisar gedir. Yerdə nə qalır? 1K bərabərdir 2M. Burada 2M-in yerinə yazıram 1K. Burada da 2M-in yerinə yazıram 1K. Cavabım olur nə? 2 dənə K. Növbəti sualım 10-cu sual. 10-cu sualda ilk növbədə qarşı tərəfdən ixtisar apara biləcəklərimi aparıram. Bu işarə ilə bu işarə ixtisar gedir. Və indi mən bunları hərflərlə əvəzləyirəm. Buna yazıram A, buna yazıram B, bunlara da yazıram C. Bir dənə C bərabərdir 2 dənə nəyə? A-ya. 1 C bərabərdir 2 A-ya. Gətirib burada C-lərin yerinə A yazacağım. Yazdım 2 dənə A. Bunu da yerinə yazdım. 2 dənə A. Və qarşı tərəfdən 1 A ilə buradan 1 A-nı ixtisar elə. Və avtomatik bir dənə B nəyə bərabər olur? 3 dənə A-ya. Bu 3 dənə A var da, 3 dənə A bulardır. Bunlara A yazmışdım. 3 dənə A nəyə bərabər olur? Bir dənə B-yə. Yəni cavabım nədir? C. B-ni mən bu işarə ilə əvəzləmişdim. Növbəti sualım 11-ci sual. 11-ci sualda biz burada çarpaz şəkildə toplaya bilərik. İlk növbədə C gəlir bura. B, B, A gəlir bura. Və ixtisarlarımızı aparırıq. 2C ilə 2C ixtisar gedir. 1B ilə 1B ixtisar gedir. Və 1A ilə 1A ixtisar gedir. Və qalır 1, 2, 3 dənə B bərabərdir 1, 2 dənə A-ya. Cavabım olur B variantı. 3 dənə B-ni soruşur məndən, o da 2 dənə A-ya bərabərdir. Növbəti sualım 12-ci sual. 12-ci sualda ilk növbədə ixtisarlarımızı aparaq. KL-lər ixtisar gedir. KL ilə KL ixtisar gedir. Burada da yenə K, K, L, KKL ilə ixtisar gedir. K,
K, L ilə ixtisar gedir. Və mən burada alt-alta toplayıram. Olur M, L, L, M, 3 dənə də L bərabərdir. M, K, K. Buradan M ilə M ixtisar gedir. 3L bərabərdir 3K-ya. Deməli, L K-ya bərabərdir. L K-ya bərabərdir. Və mən burada K-ları L-lərlə əvəzləsəm əgər, buraya yazıram 2 dənə L, avtomatik qarşıdan L-lə L ixtisar gedir və M də elə bərabər olur. Üçü də bir-birinə bərabərdir bunların. 3 hərfin üçü də bir-birinə bərabərdir. Və mən burada bir dənə M-i silib, yerinə L yazsam, olur M, K, L. Cavabım olur D variantı. Sadəcə bir dənə M-i L ilə əvəzləyirəm. Burada saylarından da bilmək olar ki, bunlar bir-birlərinə bərabərdir. Baxın, burada da 4 dənədir, burada 5 dənədir, burada da 5 dənədir. Növbəti sualımız 13-cü sual. 13-cü sualda da biz çarpaz toplama üsulundan istifadə edirik. Çünki bizdən 4x istəyir. Və 2x burada var, 2x də burada var. Elə mən çarpaz toplayaram. 2x avtomatik bura gəlir. Y, z də gəlir bura. Y, z. Və mən buradan 1y ilə 1y ixtisar aparsam cavabım alınır. 4 dənə x bərabərdir nəyə? 2, 3, 4 dənə z-ə, bir dənə də y-ə. 4 dənə z-ə, bir dənə də y-ə. Sizdən elə 4x-i soruşurdu. O da 4 dənə z, bir dənə y-ə bərabər oldu. Növbəti sualım 14-cü sual. 14-cü sualda mən tərəf-tərəfə toplaya da bilərəm. Gəlin tərəf-tərəfə toplayaq. Deməli, 1t, 2s bura gəlir. 2p də bura gəlir. Buradan p ilə p ixtisar gedir. Və 2s ilə 2s ixtisar gedir. 3 dənə t nəyə bərabər olur? S-p-yə. 3 dənə t bərabərdir S-p-yə. Cavabım olur C variantı. Növbəti sualım 15-ci sual. Yenə 15-ci sualda bizdən nə istəyir? 3 dənə S istəyir. 3 dənə S almaq üçün mən bunları çarpaz şəkildə toplayaram. 4 dənə B gəlir 4 dənə P-nin yanına. 3 dənə P, bir dənə S də gəlir bura. Gördünüz, burada 3 dənə S aldım. Avtomatik buradan 3 dənə B ilə 3 dənə B-ni ixtisar aparıram. 3 dənə P ilə də 3 dənə P-ni ixtisar aparıram. Və 3S nəyə bərabər olur? P, B-yə. Cavabım olur A variantı. Növbəti sualım 16-cı sual. 16-cı sualda bizdən bir dənə A-nı istəyir. Bir A-nı tapmaq üçün mən bunları alt-alta toplasam daha yaxşı olar. A-nı və 2 dənə S-ni bura yazıram. 3 B-ni və bir dənə S-ni də bura yazıram. İxtisarlarımı aparıram. 1 A ilə 1 A ixtisar gedir. 1 B ilə 1 B ixtisar gedir. Və 2 S ilə də 2 S ixtisar gedir. Burada qaldı deməli 2 dənə A bərabərdir 2 dənə S-yə və 2 dənə B-yə. 2A bərabərdir 2S, 2B isə, deməli 1A nəyə bərabərdir? Onun yarısına, yəni 1S, 1B-yə. Cavabım olur C, B. B variantı. Növbəti sualım 17-ci sual. 17-ci sualda hər tərəfdən eyni olanları silirəm. Buradan A, B, S ilə A, B, S ixtisar gedir. A, S, B ixtisar gedir. Buradan da B, B ilə B, B ixtisar gedir. Və gətirin mən burada tək qalan D-ni BS ilə əvəzləyirəm. Və burada qalan tək qalan D-ni BS ilə əvəzləyirəm. D-ni silirəm, yerinə yazıram BS. Burada da S ilə S ixtisar gedir və A nəyə bərabər olur? C, B-yə. Cavabım olur D variantı. Çünki məndən A-nı soruşur. Növbəti sualım 18-ci sual. 18-ci sualda da ixtisarları aparıram. L ilə L ixtisar gedir.
Yox, heç burada ixtisarları aparmadan mən görə bilirəm ki, LMNN, LMNN. Görürsünüz, ikisi də eynidir. Gətirib LMNN-in yerinə yuxarıda 3 dənə K yazıram. Bax, bunu silirəm, yerinə yazıram 3 dənə K. 1, 2, 3 dənə K. Və burada 2K ilə 2K-nı ixtisar aparıram. 1K bərabərdir 2 el olur. Məndən də elə 2 eli soruşmur. Nəyə bərabərdir? Bir dənə K. A variantı. Bəzən ixtisar aparmaq bizə də mənfi ola bilər. Növbəti sualım 19-cu sual. Deməli, bu yenə 0 nöqtəsidir. Bu 1-dir, bu 2-dir, bu isə 3-dür. Bu 1-dir, bu 2-dir, bu 3-dür, bu da 4-dür. Burada da vurub, toplayıb bərabərləşdirəm. Yəni 1 vurulsun 8, eləyir 8. 3 vurulsun 4, eləyir 12. Sol tərəfim biri 8-dir, biri 12. Bunların cəmi bərabərdir sağ tərəfdəkilərin cəminə. 2 vurulsun 4, 8, bərabər 4 vurulsun x, 4x. Toplayıram. Bax, 8 ilə 8 gedir, 4x bərabərdir 12, x bərabərdir 3 oldu. Növbəti sualım 20-ci sual. Yenə 0 nöqtəsini qeyd edirəm. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6, 7, 8. 4 dəfə 6, 24. 7 dəfə 2, 5, 6, 7, 8, bura 8. 8 dəfə 2, 16. 24 ilə 16-nın cəmi bərabərdir. 2 dəfə 5, 10, 6 vurulsun x, 6x. 6x plus 10 bərabərdir 24 plus 16. Yəni 6x plus 10 bərabərdir 40-a. 6x bərabərdir 30-a. X bərabərdir 5-ə. Cavabım olur yenə D variantı 5. Növbəti sualımız 21-ci sual. Bu yenə 0 nöqtəsidir. 1, 2, 3 budur. 4, 5, 6, 7 də budur. 1, 2, 3, 4 budur. 5, 6, 7, 8 də budur. 8x bu eləyir. Üstə gəlinsin 44. Bərabərdir. 3 dəfə 6, 18. 7 dəfə 6, 42. 60 bərabərdir. 44 plus 8x-ə. 8x bərabərdir 16-ya. X bərabərdir 2-yə. Cavabım olur B. Növbəti sualım 22-ci sual. Deməli, biz bu sualda necə edirik? Bu 0 nöqtəsidir. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7, 8. 4 vurulsun x, 4x, üstə gələk. 8 vurulsun 3, 24, bərabərdir. 6 dəfə 3, 18, 7 dəfə 8, 60. Deməli, 74 bərabərdir 4x plus 24-ə. 4x bərabərdir 24-ü bu tərəfə keçirdirəm 50-yə. X bərabərdir 12 tam 10-da 5-ə. Deməli, cavabım olur C variantı. Növbəti sualımız 23-cü sual. 23-cü sualda 0 nöqtəsi 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8x üstə gələk 16 bərabərdir. 1 vurulsun 20, yəni 20, üstə gələk 6 dəfə 8, 48. 68 bərabərdir 16 plus 8x-ə. 8x bərabərdir 52-yə. X bərabərdir 6 tam 10-da 5-ə. Cavabım olur B variantı. Növbəti sualım 24-cü sual. 24-cü sualda biz bilirik ki, deməli, hansı ki, bu 9-u buradakı məsafəyə vururuq. Yəni, bura x-i yazmalıyıq indidən. Çünki tərəzi daşına qədər olan məsafə olmalıdır. 9-u 3-ə vururam 27. X-i bu 9-a vururam 9x. Bərabərdir 27. X bərabərdir 3-ə. X 3. Bu hissə 3-dür. 8-dən də 3 çıxaram, bu hissəni taparım. Bu deyil 5.
Növbəti sualım 25-ci sual. 25-ci sualda deməli 9-dan 6-nı çıxıram. Bura eləyir 3. 3 daha 12 eləyir 36. 36 bərabərdir. Yenə bura x yazıram. 9 vurulsun x-ə, 9x-ə. X bərabərdir 4-ə. Bu isə artıq nəyə bərabər olur? 4-ə bərabər olur. 7-dən də 4-ü çıxanda bu hissə deyilir 3. Cavabım olur C variantı. Növbəti sualım 26-cı sual. 26-cı sual. Bu isə 6-dan 2-ni çıxıram. 4 eləyir. 4-ü 8-ə vuranda 32. 32 bərabərdir. 2 vurulsun x. 2x-ə. X bərabərdir 16. Bu hissənin 16 olduğunu bildim. Və bu hissəni tapmaq üçün 16 ilə 4-ü cəmləməliyəm. Çünki bu ümumi hissədir. Bu deyir 20. Növbəti sualım 27-ci sual. 27-ci sualda 5 vurulsun 8 40 və 10 vurulsun x-ə bərabər. 10x-ə. X bərabərdir 4-ə. X 4-dür. 4 plus 1 nə eləyir? 5. Yəni burada 5. D variantı. Növbəti sualım 28-ci sual. Deməli, bu hissə 8-dən 5-i çıxıram. 3 eləyir. 3 dəfə 9, 27 eləyir. 27 bərabərdir. 3 vurulsun 5, 15. Üstə gələk. Bu hissəyə də bir dənə x deyirəm. Bura x deyəndə mən bilirəm ki, 2-ni vurmalıyam ona qədər olan məsafəyə. Yəni bura. Burada nədir? 3 plus x. Deməli, 2 vurulsun 3 plus x. Bunu nəzərə alın. 27 bərabərdir. 15 burada var. 2 dəfə 3, 6. 21 üstə gəlinsin. 2 vurulsun x. 2x. 2x bərabərdir 6. X bərabərdir 3. Deməli, burada 3 olur. Həmçinin burada 3 olur. 3 üstə gəlir 6 eləyir. 7-dən də bu 6-nı çıxsam, bura qalır 1. Cavabım olur B variantı. Növbəti sualım 29-cu sual. 29-cu sualda mənə deyir ki, sağ tərəfdəki ağırlığı neçə metr daha sağa çəkmək lazımdır ki, link tarazlıq vəziyyətini alsın. Yəni, bu çəki daşını mən sağa tərəf çəkməliyəm ki, sol tərəflə bərabər olsun. Bunun üçün sol tərəfin birincisi ağırlığını bilməliyəm. 8-i 9-a vururam, sol tərəfin ağırlığı 72. Mən elə eləməliyəm ki, bu tərəfdə 72 olsun. Bərabərdir və bunu nə qədər çəkəcəyimi x ilə ifadə edirəm. X. Deməli, 9 plus x-i vurmalıyam 6. Çünki mən çəki daşını nə qədər çəkirəmsə, həm 9-a vururam, həm də x-a vururam. 9 plus x olur. 72 bərabərdir 54 plus 6x-ə. 6x bərabərdir 18-ə. X bərabərdir 3-ə. 3 metr bu tərəfə çəkməliyəm ki, sol tərəflə sağ tərəfin ağırlığı bir-birinə taraz olsun. Deməli, cavabım olur C variantı. Ağırlıq deyəndə, yəni onların durduğu vəziyyət, linkin tarazlığı. Link, yəni bunu nəzərdə tutur. Növbəti sualım 29-cu sualdan sonra 30-cu sualdır. 30-cu sualda deməli, sağ tərəfdəki ağırlığı neçə metr sola çəkmək. Artıq azaltmaq lazım. Yəni azaltmaq. Bu hissə. İndi 12-ni 3-ə vururam 36. Və yaxud üstə gəlirdimsə x-i. İndi mən nə etməliyəm? Təbii ki, x-i çıxmalıyam. Çünki azaltmaq deyilir. Deməli, bərabərdir 10 çıxılsın x. 10 çıxılsın x. Vurulsun nə? 9. Buradan 36 bərabərdir. 90 çıxılsın 9x-ə. 36-nı bu tərəfə getirirəm. 9x-i bu tərəfə. 9x bərabərdir 54-ə. X bərabərdir 6. Mən 6 metr bunu bu tərəfə çəksəm, solla sağ link tarazlıq vəziyyətini alacaq. Deməli, cavabım olur D variantı. Mən x-i tapmalıyam. Növbəti sualım 31-ci sual. 31-ci sualı gördüyünüz kimi sizdən taraz olan linki soruşur. 9 dəfə 5 45, 4 dəfə 15 60. Bu taraz deyil.
3 dəfə 6, 18, 2 dəfə 8, 16. Bu da taraz deyil. 7 dəfə 5, 35, 5 dəfə 6, 30. Bu da taraz deyil. 9 dəfə 6, 54, 7 dəfə 8, 56. Bu da taraz deyil. 6 dəfə 4, 24, 8 dəfə 3, 24. Bəli, bu taraz. Növbəti sualım 32-ci sual. Burada da deyir, hansı tarazlıq vəziyyətinə digərlərinə nisbətən daha yaxın. Yenə 5 dəfə 9, 45, 4 dəfə 15, 60. Bunların arasında 15 fərq var. 3 dəfə 6, 18, 3 dəfə 8, 24. Bunların arasında 6 fərq var. Artıq bu gedir. Çünki 6 fərq ara 15 fərq. 7 dəfə 5, 35, 5 dəfə 6, 30. Aha, bunların arasında 5 fərq var. Aha, B də getdi artıq. 9 dəfə 6, 54, 7 dəfə 8, 56. Bunların arasında 2 fərq var. Artıq bu daha yaxındır. Yəqin ki, elə bu olacaqdır. 6 dəfə 4, 24, 8 dəfə 4, 32. Bu da düzgün deyil.